Tanzaniyada o ov prosesləri mənə çox xoş gəlmiş. Onlar oxla ovlayırlar özləri. Nə gəldi? Hansı heyvanı tapsalar, sıçan belə indi o meşədə sıçan olmur, amma sıçan belə tapsalar götürüb yeyəcəklər. Yəni elə bir şeydir. Quşları ovlayırlar. O qədər qəşəng quşlar var idi. Onları ovladılar. Qaya pişiyi var idi. Qaya pişiyi, ən çox qaya pişiyi tutdular. Qaya pişiklərini tutdular. Özü yarım yamalaq, yəni bişirirlər, belə tam da bişmir. Elə də yeyirlər rahatlıqla. Bəs siz necə qidalanırdınız orada olduğunuz müddətdə? Aha, mən sadəcə olaraq orada 2-3 tur mövcuddur. Ya istəyirsən Qəbələ ilə qalırsan və yaxud istəyirsən, yəni bunu insanlarda sual yaranır deyənə mən ətraflı danışmaq istəyirəm. Əgər sən istəyirsənsə gəlib, məsələn, hər hansı bir kənddə bir oteldə qalıb, orada qidalanıb, qalıb, yatıb, sonra səhər tezdən çıxıb Qəbələyə gedib, gün keçirib yenə qayıda bilərsən. Bu bir variantdır. İkinci variant isə onlar fotografi tur deyirlər. Yəni fotoqraflar üçün daha çox dünyəvi, National Geographic falan. Onlar gələndə necə edirlər? Bildiyin kamp qururlar. Onların artıq öz qidaları yanlarında olur, hazırlıqlı olurlar, işi bilirlər. Eləcə qidalanırlar rahatlıqla, onların yeməyə ehtiyac qalmır. Amma mən Tanzaniyada qaya pişiyini yemədiyimə indiyənə qədər peşmanam. Yəni niyə görə? Ora qədər getdim də onların bütün mədəniyyətlərindən qaynayıb qarışdım, yeməklərinin dadına baxmadım. Efiopiyada amma belə eləmədim. Düz Qəbələlərdə yemədim, amma Efiopiya milli mətbəxinə çox yedim. Bizdə ümumiyyətlə belə deyək də, o saladığınız heç bir şey yeyilmir və çox pişmiş halda yeyilir. Bu iyrəndirmirdi sizi baxanda? Yəni ən azından belə kənardan baxanda belə iyrəndirmirdi sizi? Necədir? Biraz getdiyin yerlə bağlı müəyyən bir məlumata sahib olandan sonra sənin nələr gözlədiyindən azdan çoxdan xəbərin olur. Bu birinci məsələ. İkinci məsələ, mən çox sevirəm onlar kimi olmağı. Ora gedəndə onlar kimi olmağa çalışıram. Onların mədəniyyətlərini həzm eləmək istəyirəm. Onlar necə davranırlar, onları görmək mən maraq gəlir. Ona görə bir növ mən də artıq onlardan biri oluram. Birini edərəm, biri çox uzaq gələrsə mənə etmərəm, amma çalışıram edim, belə deyim. Məsələn, heç baxanda olub ki, reaksiyalarınızı gizlətmək zorunda qalmısınız? Tüpürəndə. Əlimə biricə tüpürəndə bilmədim neyniyim. Çox belə şok oldum ki, əlimə niyə tüpürdün mənim? Amma qəbul elədim. Hətta o tüpürür, deyir, alnıma çək. Tüpürürlər, alnıma çəkdirdilər. Çəkmişdiniz yoxsa? Bəli, çəkdim.